Salam hörmətli abituriyentlər və izləyicilər. Bugün ehtimala aid belə bir sualla qarşınızdayıq. Bizə yazılı sinifdəki 20 şagirdin 12-si əlaçı deyil, seçilən 2 şagirddən əlaçı olması ehtimalını tapın. Bizim əsas diqqət edəcəyimiz məqamlardan biri, bizə verilən 12-si əlaçı deyil, amma bizdən soruşduğu əlaçı olması ehtimalını tapın. Demək, 20 şagirddən 12-si əlaçı deyilsə, 20 şagirdin yerdə qalan 8-i əlaçıdır. Yazırıq, əlaçı olanlar. Əlaçı olanlar. Olanların sayı. Əlaçı olanların sayını tapmaq üçün 20-dən 12-ni çıxacaq. Yəni, qalan yerdə 8 nəfərə əlaçı deyil. Yazılır, 20 çıxılsın 12 bərabərdir 8. Deməli, 8 əlaçı şagirdimiz olacaq. Bizdə dedik ki, 2 şagirdin əlaçı olması ehtimalını tapın. Biz ümumilikdə mümkün halların sayını tapmaq üçün 20 şagirddən 2 seçim eləməliyik. Mümkün hallarda. Mümkün hallarda, mümkün hallar. 20 şagirddən 2 seçimi kombinezon 20 elementdən 2 kimi hesablayırıq. Kombinezon 20 elementdən 2. O da bizə verir 20 faktorial bölünsün. 20 çıxılsın 2 faktorial. Yəni 18 faktorial vurulsun 2 faktorial. Bu da 20 faktorial 18 faktorial ixtisar edir. Qalır 19 vurulsun 20. Bölür 19 vurulsun 20 bölünsün 1 vurulsun 2. Bu deyilib 20 ilə 2 ixtisar edir. 10 qalır 190. Demək bizim mümkün hallarımızın sayı olduğu 190. İndi bizə seçim eləmək üçün əlaçıların içindən 2 şagird seçim eləməliyik. Əlaçıların içindən də 2 şagird seçim eləyəndə kombinezon yazıram seçilmiş halların sayı. Seçilmiş halların sayı. Seçilmiş. Deməli, seçilmiş halların sayını tapmaq üçün 8 elementdən ikisini seçməliyik. Kombinezon 8 elementdən 2. O da bərabərdir. 8 faktorial bölünsün 8 çıxılsın 2. 6 faktorial vurulsun 2 faktorial. 8 faktorial 6 faktorial ixtisar edir. Qalır yuxarıda 7 vurulsun 8. 7 vurulsun 8 bölünsün 1 vurulsun 2. Əlbəttə ki, biz bunu faktorial bölməsində öyrənmişik. Ətraflı şəkildə izah eləməyəm. Sadəcə ixtisar etməyəm bilirsiniz. Bunu yazırıq 6 faktorial vurulsun 7 vurulsun 8. Orada 6 faktorial 6 faktorial ixtisar edir. 8 ilə də 2 ixtisar edir. Qalır 4. 7 4-dən 28. Beləliklə, deməli, biz ehtimalı hesablayarkən P bərabərdir. P bərabərdir. Ne edəcəyik? Seçilmiş halların sayını bölürük mümkün halların sayına. Seçilmiş halların sayını bölürük mümkün halların sayına. Seçilmiş hallarımız olur bizim 28. Mümkün hallarımız sayı olur 190. İxtisarlarımızı aparsak görərik ki, 2'ye ixtisar aparsak burada qalır 14. Burada da qalır 95. Bundan ixtisar getmədiyimiz üçün bizim düzgün cavabımız olacaq 95'də 14. Deməli biz 20 şagirddən 12-si əlaçı deyilsə 8-ə əlaçıdır. Yəni 20 şagirdin 8-ə əlaçıdır. Seçilmiş şagirdin əlaçı olması üçün ehtimalımız 95'də 14.